Bu dəfə gənc analarla əməlli başlı riyaziyyat edəcəyik. Narahat olmayın, biz sadəcə bu videomuzda körpə bezlərinin ölçülərini müəyyən edəcəyik. Hamımız bilirik ki, uşaq bezləri ölçülərinə görə bir-birindən fərqlənir. Gəlin bezlərin çəkiyə görə bölgüsünü aydın edək ki, səhvə yol verməyək. Mən Pampers Active Baby Dry bezlərindən istifadə edirəm. İndi yeni Pampers Active Baby Dry bezlərinin 3 xüsusi hopdurucu kanalı var. Bu kanallar mayını sürətlə içinə çəkib saxlayır və bez boyu bərabər yaymağa kömək edir. Ölçülərə gəldikdə, bir ölçülü Pampers 2 5 kiloqramlıq uşaqlara, 2 ölçülü 3 6 kiloqramlıq, 3 ölçülü 4 9 kiloqramlıq, 4 ölçülü 7 18 kiloqramlıq, 5 ölçülü 11 25 kiloqramlıq körpələr üçün uyğundur. 3 üstəgəl və 4 üstəgəl ölçülü Pampers bezləri isə əlavə olaraq analar tərəfindən körpəyə yoxlanıla bilər. Nəzərə almaq lazımdır ki, bəzən körpənin ayı hansısa bezin nömrəsinə uyğun gəlsə də, çəkisi uyğun gəlmir. Çünki elə körpələr var ki, onların çəkisi boylarına nisbətən daha uzun olmasına görə ağır olur. Misal üçün, 7 kiloqramlıq körpənin ayaqları daha arıq olduğundan öz bez bölgüsünə uyğun olsa da, həmin bez körpəyə böyük olur və körpənin sürprizləri bayıra axa bilir. Buna görə də bez seçərkən 1 kiloqram artıq və yaxud da ki 1 kiloqram az olan nömrələrə üstünlük vermək olar. Çalışmaq lazımdır ki, bezi nömrələrinə görə seçək, nəinki kiloqramlarına görə. Yox, əgər çəki həddindən artıq fərqlidirsə, onda bezin nömrəsini növbəti nömrəyə dəyişmək lazımdır.